Sabah xeyirli olsun değerli izləyicilərimiz. Yanvar ayının 13-üdür və bugün beynəlxalq maliyyə birjasında nələr baş verəcəyini dünən bildiyiniz kimi qızıl nə az nə çox 120 dollarla yuxarı doğru istiqamətinə davam etdirdi və dünən biz alış əməliyyatlarını 4579-dan təyin etdi və qiymət 50 dollarlıq oradan yüksəlişə doğru hərəkət etdi və bundan əvvəl də təbii ki qalxmışdı. Bugün nələr baş verəcək? Yəni ümumi istiqamət nədir? Yəni ümumi istiqamət baxanda qiymət cədvəlinə biz baxanda hansı trayektoriyada hərəkət edəcəyi bəlli olur. Və təbii ki, hədəflər, yuxarıdakı hədəflər yəni yerində durur və biz 4000 dünən 4617-ləri nəzərə çatmış, 4630-lara qədər qalxdı qiymət. Yəni bu da mükəmməl bir nəticə verir. Dünən siqnal kanalında iki siqnalımız, həm alış həm də satış əməliyyatlarımız yəni uğurla nəticələndi. Bugün ümumi olaraq yəni 4601-dən yenidən indi 4601-dən yuxarı formalaşsa, yəni 4604-lər korreksiya nöqtəsi kimi nəzərə almaq olar. Ondan yuxarı formalaşsa qiymət yenidən yuxarı doğru istiqamətə davam edir. Təbii ki, səhər saatları siqnal kanalında 4592-dən satış əməliyyatlarımız gəlib. Yəni qısa bir enişdən 4584-lər, 85-lərə kimi bu birinci etapdadır. Təbii ki, 4580-lərdən aşağı formalaşsa yenidən aşağı doğru istiqamətdən davam etdirəcək. Yəni ümumiyyətlə qızıl hansı diapazonda bir müddət hərəkət edəcək? Bu 4540-larla 4693-lər arasında bir müddət hərəkət edəcək. Keçək biz Bitcoin'ə. Bitcoin'ə dünən alış əməliyyatları yəni 92-600'lərdən demişdik. Təbii ki, bu olmadı. 91-500'lərdə satış əməliyyatları vardı. Bu da mükəmməl bir nəticə verdi. Bugün alışlar 91-800'lərdən, satışlar isə 91-200'lərdən gələcək. Keçək biz neftə. Neft ümumi olaraq hədəf 65-30'lardır. Yəni bu toxunub, yəni geri 62-90'lara qədər enmə təhlükəsi var. Alış əməliyyatları üçün 64-40'lar, satışlar isə 64'lərdir. Demək, keçək biz gümüşə. Gümüşdə dünən 84.100'lərdən alışlar dedi, 86.300'lərə qədər qalxdı. Bugün gümüş 86.300'lərdən yuxarı formalaşsa alışlar, 83.50'lərdən 500'lərdən aşağı formalaşsa satışlardır. Ethereum isə 3133'lərdən yuxarı formalaşsa alışlardır, 3112'dən aşağı formalaşsa isə satışlardır. Funtun dolar rəqabətində dünən alış əməliyyatlarımızdan ümumi olaraq dünən 1000 pips qalxdı. Yəni alış əməliyyatlarımız yəni mükəmməl bir nəticə verdi. Bugün güclü bir müqavimət xətti, yəni 1.34-860'lar həm güclü müqavimət xəttidir, həm də ki dönüş nöqtəsidir. Alışlar 1.34-800'lərdən gəlsə belə 34-860'lara diqqət etmək lazımdır. Satışlar isə 1.34-500'lərdəndir. Euro dolar rəqabətində də dünən alışlardan nəticələndi. Təbii ki, mart ayına qədər alışları nəzərə almışıq. Euro dolara, funt dolara. Buy euro dolarda 1.16-720'lər, satışlar isə 1.16-400'lər. S&P, Dow Jones, Nasdaq DAX-a gəldi isə təbii ki, biz yəni bu ayı ancaq qalxışlarla müşahidə olunması haqqında danışmışdıq ayın əvvəlində. Hələ ki, ümumi istiqamətlər yuxarıdır. Sağ olun, inşallah görüşmək ümidi ilə.